Salam, mən elektronika və robotexnika müəllimi Nicat müəllim. Bu gün sizə hər hansı dövrədə ampermetr ilə cəryanın ölçülməsi haqqında qısa məlumat verəcəm. Cəryanı ölçmək üçün əsas iki şərtə diqqət yetirmək lazımdır. Birinci şərt, dövrədə həmişə batareya qoşulu olmalıdır. Cəryan ölçülən zaman batareya qoşulu olmalıdır. İkinci şərt isə ampermetr daxili müqaviməti idealda 0, praktikada isə 0-a yaxın saydığı üçün dövrəyə ardıcıl qoşulur. Buradakı dövrədə bir ədəd 360 ohmluq rezistor və bir ədəd LED istifadə edəcəyik. Ampermetr isə ona ardıcıl qoşacağıq. Gəlin dövrəyə baxaq. Gördüyümüz dövrədə bir ədəd 360 ohmluq rezistor, bir ədəd qırmızı LED və bir ədəd 9 voltluq batareya istifadə etmişəm. Dövrəni qoşaq. Bu zaman LED-in işıqlandığını görürük. Multimetri ampermetr rejiminə gətiririk. Qeyd edim ki, multimetrin qırmızı kabeli 200 mAh-ə qədər ölçmələr üçün ən axırdakı yuvaya salınmalıdır. 200 mAh-dən yuxarı ölçmələr üçün isə 10 amperlik yuvaya salınmalıdır. İndi isə ampermetri dövrəyə ardıcıl qoşaq. Göründüyü kimi bu hissəni kabeli aralayıb bu ampermetri bu hissəyə əlavə etdim. Dövrəmizdən 18,9 mAh-lik cəryan axımı baş verir.